Ellerin necə şirindir, mam. Hansı daha çok kruasandır? Sənin ellerin yoksa kruasan? Mamanın elleri bence daha çok kruasandır. Ne tərif elədirsə kəsə də bilmədim. Sən nə tər eləyirsən, sən kəsəndə belə qəribə piş belə bir şeyler olur, qəşəng olur. Herkese selam, kanalıma hoş gelmişsiniz. Blogger Anişan Quliyeva sosyal medya hesabında əməkdar artist Aybəniz Haşimova ilə birlikte yeni görüntüler paylaşıp onların paylaşımı herkes tarafından maraqla qarşılanır. Bak bu ağaçları nə əkirəm? Bu neydi çıxdı bu içindən? Ayrıca Bəli, ağac əkə bilirsən? 100%. Hə. Elə gördün eləyəmirəm. Gördün? Botanika. Sağ ol. Çok sağ ol. En botanikaya etibar ettik. Abbas Mirza Şərifzadə adına mərkəzin önünün çiçəklərini və belə gözəlləşdirməyi üçün. Hələ bu bir hissəsidir. Yaxşılaşdırmaq üçün. Təşəkkür edirəm. Çox sağ olun. Hayır, ağaçlarımız qarşıda gəlir, amma isə benim ağaç əkmə prosesim devam edir. Gün də getdi. Siz əkdiniz yoxsa Hələ əkməmişəm. Hadi gəl də vurum deyim. Axırıncı dəfə nənəm gilin kəndində eləmişəm bunu. Hə, gəl görüm balam, gəl kömək elə mənə. Bakın ben akıllı oldu değil mi? Çok farkında. Yaxşıdır. Ha, gəlindəki. En botanikanın çok güzel deməli ağaçları var. Hansılar ki her birimizin bahçesini cennete benzedecekler. Benim əzizlərim. Məsləhət görürəm, en botanika ilə əməkdaşlıq edəsiniz. Çünkü cenneti görmek isteyen en botanikaya gelsin. Gelin yanıma. Bak benim kardeşim. Değerli kardeşim. Birlikte biz bu işi görürük. Ve bir tarih yazılır. Şərifzadə adına Mədəniyyət Mərkəzinin güllərini, ağaçlarını, çiçəklərini en botanikayla kim birlikdədir? Aybəniz Haşimova. Teşekkür ederim bizi seçtiğiniz için. Biz size teşekkür ederiz. Çok sağ olun. Çok sağ olun.